Biz niyə uzun müddətli daimi o disiplinə sadiq qala bilmirik? Çox sadə bir izahı var. Şuur altımızda bizi əngəlləyən məhdudlaşdırıcı inanclar səbəbilə. Son dövrdə sizin də qeyd etdiyiniz kimi çox yayılıb. Yəni şəxsi inkişaf mentorluğu, nə bilim təlimlər, coaching və s. Bunlar nə qədər doğru, yəni mənim də qarşıma çıxır, qatıldıqlarım olur. Bunların bir çoxunda bəli, düzgün şeylərdən izah olunur. Hər kəs çox gözəl məsləhət verə bilər, ağıl verə bilər, tövsiyə verə bilər ki, cədvəlini hazırla, qrafikini belə qur, nə bilim, filan saatda filan kiçik hissələrə böl. Kiçik hissələrə böl və s. Hamı bunu çox yaxşı deyir. Amma icra etməyə gələndə bir çoxumuz biz bunu heç ümumiyyətlə icra eləyə bilmirik. Bir çoxumuz da başlayırıq, bir müddətdən sonra əvvəlki vəziyyətimizə geri qayıdırıq. Niyə? Çünki bizim şuur altımızda həmin o vəziyyəti yaradan inanc nədirsə, proqram nədirsə, onu dəyişməyincə zehin əvvəlki vəziyyətinə geri qayıdacaq. Çünki biz əvvəldə də dedik də, zehin iki hissədən ibarətdir. Şuur və şuuraltı. Şuurlu zehin insan həyatının cəmi 5%lik bir hissəsini idarə edir və saniyədə 40 bit informasiya emal etmə gücünə malikdir. Şuuraltı zehin ondan 1 milyon dəfə daha sürətdən işləyir. Çox güclüdür və həyatının 95%-nə hökm edir. Yəni, nəticədə bir insan şuurlu zehni ilə o deyilənləri, verilən məsləhətləri və s. özünü məcbur edərək, sıxaraq stres altında etməyə çalışa bilər. Amma gün sonunda 95%-ə hökm edən və 1 milyon dəfə ondan daha sürətli işləyən şuuraltı zehin əgər o mövzudan uzaqlaşmaq istəksə, onun dediyi olacaq, bunun dediyi olmayacaq.